5 qırmızıdır. Belə deyərdim, qadın üçün çətin peşə deyilən bir şey məncə bu anlayış yoxdur. Sadəcə bu hər hansı bir çətin peşənin üstəsindən gəlmək mənə elə gəlir ki, o çətin peşəni də dəf etmək kimi yəni bir şey olur bizim üçün. Yəni çətin deyilən bir şey yoxdur mən bildiyim qədərilə. Bir qadın özünə edə biləcəyi ən böyük yaxşılıq özünün öz ayaq üstə dayanmağıdır məncə. Özünün məsələn maaş alıb həmin günü o maaşı xərcləməyidir. Qız uşaqlarına o tövsiyə verərdim ki, oxusunlar, məncə təhsil alsınlar. Təhsil almaq ən az bəlkə də kişilər üçün ola bilməz də, yəni balaca məsələn oğlanlar üçün olmasa da, amma qızlar üçün daha çox vacibdir. Təhsil alsınlar, oxusunlar, daim də öz üzərlərində çalışsınlar. Məsləhət verə biləcəyim budur və güclü olsunlar. Məncə zərurətdir güclü qadın obrazı. Çünki qadın mərhələ-mərhələ gəlir, bütün etaplardan keçir və güclü qadın obrazı yaranır. Bu da mərhələlərə bölünür də. İlk öncə gəlirsən məktəbdə oxuyursan, böyüyürsən 7 yaşına kimi, daha sonra məktəb, daha sonra universitet həyatı, iş həyatı, ailə qurmaq falan bunlar və bu çətinliklərdən keçib gəlib güclü qadın obrazı yaranır. Güclü qadın olmaq üçün də gərək həyatda elə məsələn proseslər baş verir ki, həyatda elə çətinliklərlə üzləşirik ki, bütün qadınlarımız gəlir ən axırda bir güclü qadın olur. Azərbaycan Dövlət İqtisad Universitetinin ekologiya ixtisasına daxil olduğum zaman mənim üçün bu ilk böyük uğurum idi. Çünki həmin ixtisasa daxil oldum, özüm hazırlaşdım, heç bir hazırlıq prosesindən keçmədim. Yəni özüm daxil olduğum zaman hətta pulsuz dövlət sifarişi əsasında təhsil almışdım. Bu mənim ilk uğurum idi. Daha sonra isə Bakı Metropoliteninə qatar maşinisti peşəsi üzrə bu peşəyə yiyələndiyim zaman isə bu da mənim ikinci uğurumdur deyərdim. Bu iki uğuru qeyd etməyim mənim üçün daha böyük şərəfdir. Mən özümdən götürüm, daha səmimi olum. Düzdür, hər yer rəngarəng olardı, çiçəklə dolu olardı və bunu deyərdim ki, mənə gəlir ki, hamımızın büdcəsi çatardı hamımıza. Çünki mən yığımcıl olmağı çox sevirəm, xoşum gəlir. Yəni ən azından arxamda bir 5-10 manat pulum olsun. Və bu mənim üçün mən olsaydım ilk belə bir şey eləyərdim, yəni qadın olaraq. Yəni bir günlük idarə eləsəydim dünyanı qadın olaraq ilk belə şeylərlə eləyərdim. Xoşbəxt qadın, bir qadın əgər gülürsə, onun ürəyində, içində, yəni belə deyim, beynində və yaxud ağlında problemi yoxdursa, sağlam yaşayırsa, istədiyi yerdədirsə, istədiyi karyeradadırsa əgər, mənə elə gəlir ki, bu xoşbəxt qadındır.